Həcdən gözəl iş var, həcci təriflədi. Həcc çox böyük ibadətdir. Amma İmam Hüseyn ağa soruşdu, ilahi, indi nə etməyimi istəyirsən? Dedi ki, həcci qoy get Kərbəlaya. Həcci qoy get Kərbəlaya, dedi baş üstə. Qalan adamlar nə edir? Yaxşı iş görürdülər, təvaf, səy, amma təqvaları yox idi. Allah istəyən yaxşı işi görmürdülər. Yaxşı işlə cəhənnəmə getdilər. Məkkədə qalanların hamısı həzlə cəhənnəmə getdilər. Həcci davam elədilər. Şeytan onları günaha aparmadı, dedi, təvaf, səy, Ərəfat. Ərəfat həccin sütunudur. İmam Hüseyn qoydu, Ərəfə ziyarətin niyə müstəhəbdir Kərbəlaya gedəsən? Ərəfə zamanı. Ərəfə zamanı imkanın varsa, vacibdirsə, mütləq həccə getməlisən bu heç. Həcc vacib boynundadır. İmkanın varsa, həcci qoyub heç yana gedə bilməzsən. Həmin il həccdə olmalısan. Yox, əgər imkanın yoxdur həccə getməyə və yaxud bir dəfə həccdə olmuşsan, 2 dəfə, 3 dəfə olmuşsan, çox gözəl. Yaxşı olar ki, deyir, Ərəfə zamanı Kərbəlaya gedəsən. Nə üçün gedəsən? Çünki bu dərsi öyrədir. Ərəfə ziyarəti məhz. Ərəfə ziyarəti öyrədir ki, cəmaət həccdə olanda İmam Hüseyn ağa vəzifə gördü özünə, getdi Kərbəlaya. Yəni, yaxşı işi yox, Allah istəyəri seçdi. Həcc yaxşı iş idi. Demirəm, amma Kərbəla pis işi. İkisi də yaxşı iş idi, amma Allah istəyən yaxşı işi. Önəmli yaxşı işi gördü.